Ukrayna ilk dəfə olaraq Rusiya ərazisinə zərbələr üçün Rusiyanın ilk özəl kosmik şirkətinin yaradıcısı Mikhail Kakariç tərəfindən təsis edilmiş Niderlandın Destinus şirkətinin hazırladığı Rutabloş bir qanadlı raketlərindən istifadə edib. Bunu Rusiyalı blogerlərin dərc etdiyi Rutabloş bir raketinin qalıqlarını əks etdirən fotolar göstərir. The War Zone nəşrinin məlumatına görə bu fotolar raketin döyüş şəraitində istifadəsinin ilk ictimai təsdiqidir. Bununla belə hələlik bu məlumatın müstəqil təsdiqi yoxdur. Rusiyanın hərbi müxbirləri raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia etsələr də bu məlumat da təsdiqlənməyib. Yayımlanan görüntülərdə Rutabloş bir modelinə uyğun gələn gövdə parçaları, daxili komponentlər və quyruq hissəsinin bir fragmenti görünür. Lakin The War Zone istisna etmir ki, bu qalıqlar oxşar xüsusiyyətlərə malik indiyədək məlum olmayan Ukrayna istehsalı qanadlı raketə də aid ola bilər. Həmçinin internetdə hədəfə doğru uçduğu iddia edilən Rutabloş bir raketinin görüntüləri də yayılıb. The War Zone məlumatına görə Rutabloş bir raketləri Niderlandda istehsal olunur və ən azı 2024-cü ildən etibarən Ukraynaya tədarük edilir. Vətən ay Ukraynanın o zamanki müdafiə naziri Mikhail Fedorov bildirmişdi ki, Niderland dəyəri 500 milyon ABŞ dollarından çox olan hərbi yardım paketi çərçivəsində Kiyevə təxminən 700 qanadlı raketin çatdırılmasını maliyyələşdirəcək. Nəşr qeyd edir ki, söhbət demək olar ki, şübhəsiz olaraq məhz Rutabloş bir raketlərindən gedirdi. İstehsalçının məlumatına görə raketin uçuş məsafəsi 300 kilometrdən çoxdur və o 150 kiloqramlıq döyüş başlığı daşıyır. Raket gücləndirici mühərrik vasitəsilə yerdən buraxılır. Daha sonra isə aşağı hündürlükdə inersial peyk və vizual naviqasiya sistemlərinin kombinasiyasından istifadə edərək uçur və hətta GPS siqnallarının boğulduğu şəraitdə belə yüksək dəqiqliyini koruyub. Daha bahalı qərb analoqlarından fərqli olaraq Rutabloş bir kütləvi istehsal üçün nəzərdə tutulmuş nisbətən ucuz qanadlı raket kimi hazırlanıb. Bunun əlavə üstünlüyü Destinus şirkətinin özü tərəfindən hazırlanmış turbojet mühərrikidir ki, bu da şirkəti Amerika təchizatçılarından asılılıqdan xilas edir. 2010-cu illərin əvvəllərində Mikhail Kakariç Rusiyanın ilk özəl kosmik şirkəti olan Dauya Aerospaceyi təsis etmişdi. 2010-cu illərin əvvəllərində Mikhail Kakariç Rusiyanın ilk özəl kosmik şirkəti olan Dauya Aerospaceyi təsis etmişdi. Emigrasiyadan sonra o İsveçrədə Destinus şirkətini qurdu və Ukraynada müharibə başlayandan sonra şirkətin fəaliyyətini silah istehsalına yönəltdi. 2024-cü ildə Kakariç Rusiya vətəndaşlığından imtina etdi və Destinus şirkətinin baş qərargahı Niderlanda köçürüldü. Hazırda şirkət uzaq mənzilli pilotsuz uçuş aparatları və ruta qanadlı raketləri istehsal edir. Eyni zamanda daha uzun mənzilli yeni modifikasiyalar üzərində işləyir. Daha iri və bahalı qanadlı raketlərdən fərqli olaraq ruta hərbi infrastrukturun dərinliklərinə zərbələr endirmək üçün optimallaşdırılmış kütləvi istehsala uyğun silah kimi təqdim edilir. Raket münasib qiymət və yüksək istehsal həcmi prinsipi əsasında hazırlanıb ki, bu da Ukraynaya daha bahalı və məhdud sayda olan qərb silahlarından asılılığı azaltmaqla uzun mənzilli, yüksək dəqiqlik zərbələri davamlı şəkildə həyata keçirməyə imkan verir. Bloch bir modelinin digər mühüm üstünlüyü isə turbojet mühərrikinin də Destinus tərəfindən istehsal edilməsidir. Bu səbəbdən şirkət bu əsas komponent üzrə ABŞ-dan asılı deyil. Ukrayna bir qayda olaraq ən yeni yerli zərbə sistemlərinin əməliyyat istifadəsi barədə onların artıq silahlanmaya qəbul edilməsindən xeyli sonra məlumat verir. Digər uzaq mənzilli silahların istifadəsinin təsdiqi də çox vaxt Kiyevin rəsmi açıqlamasından əvvəl Rus mənbələrinin yayımladığı vurulmuş raketlərin qalıqları və ya zərbələrin nəticələrini əks etdirən görüntülər vasitəsilə ortaya çıxıb. Ukrayna üçün Rutabloş bir uzaq mənzilli pilotsuz uçuş aparatları, yerli istehsal qanadlı raketlər və raket PUA hibrid sistemləri ilə yanaşı ölkənin dərinliklərə zərbə imkanlarını genişləndirmək məqsədi daşıyan daha geniş proqramın bir hissəsini təşkil edir.